Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan mayələrin təzyiqi mövzusundan daxil olan maye və qazlarda təzyiqin ötürülməsi mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Şəkildə deyilir ki, nə üçün paket təsir göstərilən yerdən deyil, başqa yerlərdən deşildi? Yəqin ki, şəkildə görə bilirsiniz. Əgər biz əlimizi müəyyən təzyiq göstəririk paketə, paket isə partlayan zaman, yəni orada təzyiq artdığından və bu zaman partlayır və orada müəyyən dəliklər yaranır və bu dəliklər müxtəlif yerlərdən suyun sıçramasına gətirib çıxardır. Bunu daha geniş formada biz sizinlə dərsimizdə öyrənəcəyik. Həmçinin siz bu şəkildə də görə bilərsiniz ki, əgər üzərində hər hansı bir plasmas butulkanın üzərində müəyyən dəliklər açıb və əlimizlə onu sıxsaq, bu zaman təzyiq bütün istiqamətlərdə bərabər şəkildə ötürülür. Gəlin daha geniş formada öyrənək. Bərk cisimlərdə bilirik ki, səthinə göstərilən təzyiq bir istiqamətdə, yəni qüvvə istiqamətində ötürülür. Yəni biz bunu əvvəlki dərslərdə keçmişdik. Lakin qapalı qabda, maye və qazlarda xaricdən edilən təzyiq bütün istiqamətlərdə bərabər şəkildə ötürülür. Şəkillərdə də açıq-aydın görə bilərsiniz. Həmçinin bu şəkildə də görürsünüz ki, cisim hər hansı bir insan dalğıc suyun daxilində üzərkən ona təzyiq bütün istiqamətlərdə bərabər ötürülür. Daha sonra qapalı qablarda dedik ki, maye və qazlardan ötürülən təzyiq bütün istiqamətlərdə bərabər ötürülür. Biz təzyiqi görə bilərik. Əgər əlimizlə sıxan zaman, bax görürsünüz, suyun qarşısında müəyyən təzyiq göstəririk və təzyiq böyük, biz təzyiqi artırmış oluruq. Amma heç bir təsir göstərməyən zamansa təzyiq az formada olur. Həmçinin bu şəkildə də görə bilərsiniz. Hər hansı bir porşeni sıxan zaman orada hava bütün istiqamətlərdə bərabər şəkildə ötürülür. Burada da şar xaricdən müəyyən bütün istiqamətlərdə bərabər təzyiq göstərilir. Xaricdən təzyiq həmişə bərabər şəkildə olur. Həmçinin müəyyən təkəri dolduran zaman, yəni nasosdan istifadə edən zaman da biz bunu görə bilirik. Bu şəkildə də görə bilirsiniz Paskal qanunu. Ümumiyyətlə, bu danışdığımız bütün yəni qapalı qablarda, maye və qazlarda ötürülən təzyiq bütün istiqamətlərdə dedik bərabər ötürülür və bu bizim üçün Paskal qanunu adlanır. İlk dəfə Paskalın şərəfinə adlandırılmışdır. Gəlin bəzi tapşırıqlara baxaq sizinlə. Qabdakı qaz porşeninə təsir etdikdə yaranan təzyiq hansı istiqamətə ötürülür? Biz baxsaq görərik ki, əgər biz qazdan danışırıqsa, biz bilirik ki, qazlarda göstərilən təzyiq, xaricdən göstərilən təzyiq bütün istiqamətlərdə bərabər şəkildə ötürülür. Ona görə də biz burada həm 1, həm 2, həm 3, həm 4, həm 5-i göstərə bilərik cavabda. Nə üçün sualtı bomba partlayışı hətta uzaq məsafələrdə suda yaşayan canlılara öldürücü təsir edir? Çünki bilirik ki, bu zaman bomba partlayan zaman o qazdan ibarət olduğuna görə bütün istiqamətlərdə bərabər ötürülür və çox uzaq məsafələrə yayıldığından, tez bir sürətlə yayıldığından o müxtəlif canlılarda öldürücü təsir yaradır. Həmçinin Paskal qanununa görə qapalı qablarda maye və qazlardan göstərilən təsir bütün istiqamətlərdə bərabər ötürülür. Bu məlumata əsasən sualları cavablandırın. Maye və ya qaz daxilində təsirin ötürülməsinin səbəbi nədir? Yəni, burada əslində göstərilən, xaricdən göstərilən təzyiqdir. Niyə bərk cisimlərdə maye və qazlarda kimi təsir ötürülmür? Çünki bərk cisimlərdə atom molekullar daha sıx yerləşmişdir. Maye və qazlarda isə bərk cisimlərə nəzərən daha seyrək yerləşir və buna görə də ötürülən təsirlər bərabər şəkildə, göstərilən təzyiq bərabər şəkildə ötürülür. Təsir bərabər ötürülürsə, şəkildə təsvir olunmuş qabdan axan su şırnaqlarının aşağı əyilməsinin səbəbi nədir? Əslində biz bilirik ki, bizə bütün cisimlərə yer şəraitində ağırlıq qüvvəsi təsir edir. Ağırlıq qüvvəsinin təsiri ilə bütün cisimlər yerə düşür. Aşağı əyilməsinin səbəbi odur ki, ağırlıq qüvvəsi yer tərəfindən cəzb olunan qüvvədə və yer tərəfindən cəzb olunduğuna görə bütün o axan sular yerə doğru yönəlir və aşağı doğru hərəkət edir. Növbəti mövzu bizdə 8-ci sinif dərsliyindən olan atmosfer təzyiqi mövzusudur.
Atmosfer təzyiqi deyəndə yer kürəsini əhatə edən hava qatı nəzərdə tutulur. Yəni atmosfer deyəndə yer kürəsini əhatə edən hava nəzərdə tutulur. Sözünün mənası yunanca atmos buxar, sfera sfera deməkdir. Havanın yaratdığı təzyiq isə atmosfer təzyiqi adlanır bizdə. Atmosfer təzyiqi yer kürəsində bütün cisimlərə, hətta bizə də bütün istiqamətlərdə bərabər şəkildə təsir edir. Ona görə də biz atmosfer təzyiqini hiss etmirik. Atmosfer təzyiqini varlığını sübut edən hadisələr vardır. Gəlin bunu bir də tanış olaq. Damcılayıcı götürürük. Rezin başlığını sıxmadan maye daxil etdikdə onun açıq ucundan içəriyə maye daxil olmur. Bunun səbəbi içərisindəki hava təzyiqi ilə atmosfer təzyiqinin bərabər olmasıdır. Lakin rezin başlığı sıxdıqda borudakı havanın bir hissəsi kənara çıxdığından onun təzyiqi azalır. Nəticədə mayenin bir hissəsi atmosfer təzyiqi mayeni boruya itiləyərək onu doldurur. Bu vəziyyətdə stəkana da su dolmur. Çünki stəkanın içərisindəki hava ora suyu dolmasına mane olur. Stəkanı ağzı aşağı çevirib suya dik batırsaq, bu zaman içərisinə su dolmur. Çünki stəkanın içərisindəki havanın təzyiqi ilə atmosfer təzyiqi eynidir. Qabarcıqların çıxması stəkandan havanın çıxmasıdır. Hava çıxmasaydı ora su dolmazdı. Stəkanın ağzı aşağı çevirib suya yanı üstə batırdıqda ondan hava qabarcıqları çıxır və nəticədə havanın təzyiqi azalır. Bu zaman atmosfer təzyiqi havanın təzyiqindən çox olduğundan maye stəkana daxil olur. Qabarcıqlar çıxmasaydı stəkandakı atmosfer təzyiqi hava təzyiqləri bərabər olduğundan su stəkana dolmazdı. Yer atmosferini saxlayan yerin cəzb etmə qüvvəsidir. Hava molekulları yerin cazibəsi nəticəsində yer səthini tərk edib uzaqlaşa bilmirlər. Ona görə də yerin aşağı hissəsində hava molekulları daha sıx yerləşir. Yuxarı qatlarına getdikcə bu sıxlıq azalır. Bugünə qədər yer üzərində ən yüksək atmosfer təzyiqi Rusiyada Sibir ərazisində qeydə alınmışdır. Yəni 816 mm civə sütunu olmuşdur. Ən alçaq təzyiq isə Yaponiya ətrafında Nancy qasırğası zamanı 641 mm civə sütunu müşahidə olunmuşdur. Yer atmosferini saxlayan nədir? Yer atmosferini saxlayan bildiyimiz kimi yerin cəzb etmə qüvvəsidir, ağırlıq qüvvəsidir. Hava yerdəki bütün cisimlərə, o cümlədə bizə böyük qüvvə ilə təzyiq edir. Biz onu nə üçün hiss etmirik? Çünki bütün istiqamətlərdə bərabər şəkildə ötürülür. Ona görə də biz onu hiss etmirik. Növbəti mövzumuz atmosfer təzyiqinin ölçülməsidir. Gəlin onunla geniş şəkildə tanış olaq. Yer atmosferinin xarakteristikalarının təqribi və təbəqələrdəki havanın sıxlığının müxtəlif olduğu nəzərə alınarsa, atmosfer təzyiqinin qiyməti P bərabərdir ρGH düsturu ilə dəqiq hesablamaq olarmı? Atmosferin yer səthinə təzyiqini ölçmək mümkündürmü? Əslində bunları hamısını müxtəlif yollarla hesablamaq mümkündür. Gəlin geniş formada tanış olaq. İlk növbədə bir təcrübəyə baxaq. Toruçu ilə atmosfer təzyiqini ölçmək üçün civə ilə təcrübə aparır. Uzunluğu 1 metr olan şüşə boru civə ilə doldurulur. Sonra açıq ucu tutularaq içərisindəki civə olan geniş qaba daxil edilib borunun ağzı açılır. Məlum olur ki, borudakı civənin kiçik bir hissəsi içərisində civə olan geniş qaba axır. Boruda isə təxminən 760 mm hündürlüyündə civə sütunu qalır. Daha sonra bəs nəyə görə borudakı civənin hamısı boşalmadı sualı izahat davam etdirilir. Borudakı civəyə təsir edən ağırlıq qüvvəsi onu boşaltmağa çalışır. Lakin borudakı civəyə aşağıdan Paskal qanununa görə atmosfer təzyiqi əks təsir göstərərək onu boruda saxlamağa çalışır. Belə təsir və əks təsir bir-birini tarazlaşdırdıqda, yəni borudakı civənin təzyiqi atmosfer təzyiqinə bərabər olduqda civənin boşalması dayanır. Beləliklə boruda atmosfer təzyiqinə bərabər hündürlükdə civə sütunu qalır. Ona görə də biz bu həmişə 760 mm civə sütunundan danışırıq. Normal atmosfer təzyiqi 0 dərəcə temperaturda 760 mm civə sütununa bərabərdir. Şəkildə də görürsünüz.
Yüksək atmosfer təzyiqi deyəndə hava molekullarının daha çox sıx yerləşməsi nəzərdə tutulur. Alçaq atmosfer təzyiqində isə molekullar daha seyrəkdir, normalda isə qarma-qarışıq. Nə yüksək, nə də alçaq olur. Atmosfer təzyiqi 760 mm civə sütunundan çox olarsa, o yüksək təzyiq hesab olunur. Az olarsa isə alçaq təzyiq hesab olunur. Atmosfer təzyiqini ölçən cihaz civəli barometr və yaxud mayesiz barometr aneroid cihazları hesab olunur. Yunanca baros ağırlıq, metr ölçürəm deməkdir. Barometr şəkli sizdə verilmişdir. Həmçinin aneroidin şəkli verilmişdir. Atmosfer təzyiqi hava şəraitinə təsir edir. Alçaq atmosfer təzyiqi adətən pis hava ilə nəticələnir, buludlu, qasırğalı. Yüksək atmosfer təzyiqi isə yaxşı hava ilə, yəni buludsuz, yağışsız, yəni günəşli hava ilə nəticələnir. İlk dəfə təzyiqi ölçən civə sütunundan istifadə etdiyinə görə hava proqnozlarında 1 mm civə sütunu təzyiq vahidi kimi istifadə olunur. Atmosfer təzyiqi hündürlükdən asılıdır, tərs mütənasibdir. O deməkdir ki, yüksəkliyə doğru getdikcə havanın konsentrasiyası, yəni havanın sıxlığı azalır və nəticədə havanın böyük sıxlığı yer səthində hesab olunur. Yüksəkliyə qalxdıqca havanın sıxlığı azaldığından biz deyə bilərik ki, atmosfer təzyiqi aşağıya düşür. Yüksəklik artdıqda isə atmosfer təzyiqi hər 12 metrdən 1 mm civə sütununa qədər azalır. Dəniz səviyyəsindən aşağı düşdükdə əksinə atmosfer təzyiqi hər 12 metrdə 1 mm civə sütunu qədər artır. Atmosfer təzyiqinin hündürlükdən asılılıq düsturu verilmişdir. Bu düsturda görürsünüz ki, pH bərabərdir P0 çıxılsın H bölünsün 12 şəkildə verilmişdir. Bu düsturda pH hündürlükdəki atmosfer təzyiqidir. P0 verilən hündürlükdən aşağıdakı təzyiqdir. Yəni bizdə adətən dəniz səviyyəsində təzyiqdə götürülür. Hər iki təzyiqin vahidi Paskal, cihazı barometrdir. H isə hündürlükdür, vahidi metr, cihazı isə xəttkeşdir. Bu şəkildə biz həmin slaydda yenə də həmin düsturları qeyd etmişik ki, siz məsələ həllində geniş istifadə edə bilirsiniz. Atmosfer təzyiqi rütubətdən də asılıdır, tərs mütənasib asılıdır. Rütubət havada olan su buxarıdır. Rütubət artdıqca havada su buxarı artır, lakin hava zərrəcikləri azalır, yəni atmosfer təzyiqi də azalır. Temperaturla düz mütənasibdir, yəni temperatur artdıqca havanın zərrəcikləri sürətlənir və nəticədə ətrafa daha çox təzyiq göstərir. Temperaturla dedik ki, düz mütənasib asılıdır. Şəkildə bizdə manometr hissələri verilmişdir. Birləşmiş qabın bir hissəsində qaz, digərsində maye vardır. Birləşmiş qabın mayenin bir hissəsi hər iki tərəfdə eyni hündürlük olduğundan bir-birini tarazlaşdırır. Qabın sağ ucu görürük ki, açıq olduğundan burada həm mayenin təzyiqi, həm də atmosfer təzyiqi nəzərə alınmalıdır. Amma sol ucunda isə qazın təzyiqi götürülür. Ona görə də biz burada qazın təzyiqini, P qazı bərabər edirik mayenin təzyiqi ilə atmosfer təzyiqinə. Yəni burada atmosfer təzyiqi P0, mayenin təzyiqi isə ρH düsturuna hesablanır. Nə üçün dağlıq yerdə təzyiq aran yerlərə nisbətən aşağı olur? Çünki dağlıq yerdə təzyiq aran yerlərə nisbətən aşağı olur. Çünki buna səbəb isə biz bilirik hər 12 metrdən bir yuxarı qalxma, yuxarı qalxan zaman təzyiqin aşağı düşməsidir. Yəni biz yuxarı qalxdıqca havanın sıxlığı azalır, hava molekullarının sayı azalır və nəticədə təzyiq də azalır. Nə üçün atmosferin yuxarı qatlarında reaktiv təyyarələr yüksək sürətlə uça bilir? Yenə də eyni formada yuxarı qalxdıqca havanın sıxlığı və ya atmosfer təzyiqi az olduğundan reaktiv təyyarələr yüksək sürətlə uça bilir. Yəni maneə göstərən qüvvələr az olur. Nə üçün yüksək zirvələrə qalxan alpinistlər oksigen balonundan istifadə edirlər? Çünki yuxarı qalxdıqca hava seyrəkləşdiyindən yüksək zirvələrdə qalxan alpinistlər nəfəs almaq üçün oksigen balonundan istifadə edirlər. Azərbaycanın ən hündür dağ zirvələrindən Murov dağ silsiləsində yerləşir.
Camış dağ zirvəsinin hündürlüyü dəniz səviyyəsindən 3724 metrdir. Atmosfer təzyiqi dəniz səviyyəsindən daha böyükdür, yoxsa atmosfer təzyiqi dəniz səviyyəsində daha böyükdür, yoxsa Murovdağ dağ zirvəsində? Biz bilirik, yuxarı qalxdıqca atmosfer təzyiqi azalır. Ona görə də biz burada deyə bilərik ki, dəniz səviyyəsində atmosfer təzyiqi daha böyükdür. Bizdən soruşulur, həmin hündürlükdəki, yəni Murovdağ silsiləsində, yox, Camış dağ zirvəsində hündürlükdə, yəni bu hündürlükdə olan halda bizdən soruşulur ki, atmosfer təzyiqi neçə millimetr civə sütunudur. Bunun üçün müəyyən hesablama aparmalıyıq. Hesablama aparırsaq biz bilirik ki, pH bərabərdir P0 H bölünsün 12'dir. Çünki yuxarı qalxdıqca təzyiq azalır. Atmosfer təzyiqi azaldığından biz burada P0'ı götürəcəyik. Çıxılmış formada, yəni burada mənfi işarəsindən istifadə edəcəyik. Atmosfer təzyiqi neçə millimetr civə sütunu? Həmin hündürlükdə. Gəlin hesablayaq. Biz bilirik, normal atmosfer təzyiqi 760'dır. Ona görə P0'ın yerinə 760 yazırıq. Hündürlük bizdə H 3724'dür. Məxrəcdə 12'dir. Hesablama aparsaq, ilk öncə 37-ni 12'ni ixtisar edərik. Burada 2, 24. 37'dən 24'e çıxsa 13. 32'ni də 12'ye bölüb hesablamanı aparırıq. Burada bizdə cavab təqribən 310 alınır. 760'dan 310'u çıxsaq cavab edəcək 450 millimetr civə sütunu. Bax, bu şəkildə biz hesabladıq. Biz bu məsələni hesablayarkən pH bərabərdir P0 çıxılsın H bölünsün 12 düsturundan istifadə etdik. Digər məsələdə bizə deyilir ki, arxeoloqlar tədqiqat apararkən olduqları müxtəlif yerlərdə barometr aneroidlə atmosfer təzyiqini ölçmüş və şəkildə təsvir olunan diaqram almışlar. Hansı yer dəniz səviyyəsindən ən yüksək olmuşdur və nə qədər? Əgər hansı yer dəniz səviyyəsindən yüksək olmuşdur? Əgər müəyyən yer dəniz səviyyəsindən yüksəkdirsə, biz bu zaman deyə bilərik ki, burada atmosfer təzyiqi aşağıdır. Baxsaq şəklə atmosfer təzyiqində aşağı olan, biz normal atmosfer təzyiqini biz bilirik ki, 760 mm civə sütunu götürürük. Bu 0 hündürlük nəzərdə tutulur. Yəni yer dəniz səviyyəsi nəzərdə tutulur. Dəniz səviyyəsindən yüksək olan zaman, əgər biz deyiriksə, bu zaman bizdə atmosfer təzyiqi aşağı olmalıdır. Atmosfer təzyiqi də fikir versiniz, şəklə baxsaq. Yəni bizdə atmosfer təzyiqinin aşağı olduğu hallar 3-cü və 4-cü hallardır. Yəni bu 3-cü və 4-cü hallarda atmosfer təzyiqi aşağıdır, yəni hündürlük daha böyükdür. Ona görə də bura 3 və 4 yaza bilərik. Hansı yer dəniz səviyyəsindən ən aşağı olmuşdur? Dəniz səviyyəsindən aşağı olanda biz bilirik təzyiq yüksək olur. Təzyiq yüksək olduğu hallara baxsaq, biz görərik ki, burada ikinci məntəqəni göstərə bilərik. İkinci məntəqə dəniz səviyyəsindən yüksəkdir. Çünki atmosfer təzyiqi burada dəniz səviyyəsindən aşağıdır. Çünki burada atmosfer təzyiqi daha böyükdür. Keçək digər məsələyə. Hündürlüyü 4800 metr olan dağ zirvəsində atmosfer təzyiqi nə qədərdir? İndi biz burada H-ı qeyd edək verilənlərə. 4800. Bizdə atmosfer təzyiqi soruşulur dağ zirvəsində. Yəni bizdə müəyyən hündürlükdəki atmosfer təzyiqi pH bərabərdir. Sual şəklində yazırıq. Yenə də biz burada pH-ın düsturunu yazırıq. pH bərabərdir P0 çıxılsın H bölünsün 12 şəkildə. Normal atmosfer təzyiqi 760 olduğundan biz burada P0'ın yerinə 760 yazırıq. Hündürlük 4800 yazırıq və 12'ye bölürük. Burada hesablasaq görərik ki 400 760'dan 400'e çıxsaq 360 Pascal alarıq. Bu şəkildə məsələni həll etdik.
Keçək növbəti məsələyə. Növbəti məsələdə bizdən verilir Qəbələ rayonundakı 7 Gözəl şəlaləsinin düşdüyü yüksəklikdə barometr bu 748 mm civə sütunu, dibində isə 758 mm civə sütunu göstərir. Şəlalənin hündürlüyü nə qədərdir? Gəlin bunları qeyd edək. Bizdə iki təzyiq verilmişdir. pH və P0 verilmişdir. pH və P0. Biz bilirik ki, pH-ın düsturuna əsasən pH bərabərdir. P0 çıxılsın, H bölünsün 12 şəklində hesablanır. Bizdə 2 rəqəm verilmişdir. Onlardan biri P0-a aiddir, biri pH-a aiddir. Yüksəklikdə deyirsə, müəyyən yüksəklikdə nəzərdə tutursa, biz bunu 748-i pH-a yazarıq. Millimetr civə sütunu. Dibində 758 P0 yazarıq. Millimetr civə sütunu. Bizdən hündürlüyü soruşur. H bərabərdir sual. Hesablamanı aparaq. Yəni rəqəmləri yerinə qoysa, yazarıq 748 bərabərdir 758 çıxılsın, H bölünsün 12. Burada biz bunu hesablasaq 10, onu da 12-yə vursaq 120 metr alarıq. Və bu məsələdə biz hündürlüyü hesablamış olduq. Digər məsələdə də hesablamanı aparaq. Dağ ətəyindəki atmosfer təzyiqi onun zirvəsindəki atmosfer təzyiqindən 40 mm civə sütunu çoxdur. Dağın hündürlüyünü tap. Yenə də bizə verilib ki, dağın ətəyindəki atmosfer təzyiqi zirvəsindəkindən 40 mm çoxdur. Yəni P0 ətəyindəki bizim başlanğıc olsun. pH-dan 40 mm civə sütunu çoxdur və bizdən hündürlüyü soruşur. Düsturu yazsa pH bilirik ki, P0 çıxılsın, H bölünsün 12-dir. İndi biz P0 yerinə pH olduğu kimi saxlayarıq. P0 yerinə pH üstəgəl 40 və H bölünsün 12 şəklində yazarıq. Burada pH-lar ixtisar gedir. Bizdə H 40 vurulsun 12-dir. Yəni 480 metr olacaq. Keçək digər məsələyə. Dəniz səviyyəsi ilə Murov dağının ən hündür zirvəsi arasındakı atmosfer təzyiqlərinin fərqi 310 mm civə sütunudur. Bu fərqi Paskal vahidləri ilə ifadə edin və Murov dağının həmin zirvəsinin dəniz səviyyəsindən olan hündürlüyünü tapın. Bizdə əgər fərqi deyirsə, biz deyirik ki, bizdə təzyiqlər fərqi verilib. Ən hündür zirvəsi ilə atmosfer təzyiqinin fərqi. Ən hündür zirvəsi arasında biz bilirik ki, atmosfer dəniz səviyyəsində daha çox təzyiq olur. Dəniz səviyyəsindən, yəni P0 çıxılsın pH bizə verilib 310 mm civə sütunu. Həmçinin bizdə hündürlüyü də soruşur. Hündürlük H bərabərdir sual. Həmçinin bu çevirməni də aparmağımız bizdən tələb olunur. Çevirməni apararkən biz nəzərə almalıyıq nəyi? Biz bilirik ki, 1 mm civə sütunu 133 paskaldır. Yəni biz əgər bizdən paskalını ifadə etməyimiz bizdən soruşulursa, biz 310-u 133-ə vurmalıyıq. Yəni bu cür hesablayıb paskalını ifadə edə bilərik. Amma bizdən pH-ı soruşduğun zaman, yəni hündürlük bizdən soruşulursa, biz pH bərabərdir P0 çıxılsın, H bölünsün 12 şəklində yazsaq və bizdə fərqi əgər bizə deyilirsə P0 çıxılsın pH 310-dur, yaza bilərik 310 bərabərdir H bölünsün 12. Hündürlüyü buradan hesablasaq 310-u 12-yə vurmalıyıq. Bu da bizdə 3720 metr olacaq. Demək biz bu məsələdə sizinlə fərqi qeyd etdik. Fərqdə
əsasən bizdə millimetr civə sütunu verilmişdi. Biz bunu paskalına ifadə etdik. Paskalına ifadə edərkən 133-ə vurduq. Əgər istəsəz bunu hesablaya da bilərik. 310-u əgər biz 133-ə vursaq, bu zaman hardasa 41.230 alınır paskal. Daha sonra pH bərabərdir P0 çıxılsın H bölünsün 12 düsturuna əsasən qiymətlərini yerinə qoyduq. Yəni fərqi burada nəzərə alıb hündürlüyü hesabladıq. Bizdən digər məsələni tapaq. Dağın hündürlüyü 480 metr olarsa, onun ətəyində ölçülən atmosfer təzyiqi zirvəsindəki atmosfer təzyiqindən nə qədər çoxdur? Bir dəfə bizə tərsinə verilib. Hündürlük verilib bizə 480 metr. Bizdən soruşulur ətəyindəki yəni P0 qəbul edək. Ölçülən atmosfer təzyiqi zirvəsindəkindən nə qədər çoxdur? Fərqi tapaq. Biz bilirik pH bərabərdir. P0 çıxılsın H bölünsün 12'dir. Bizdən P0 çıxılsın pH-ı soruşursa, P0 çıxılsın pH bərabərdir. H bölünsün 12. Yəni 480-i 12-yə bölürük. Və hesablasaq cavab eləyəcək 40 paskal. Yəni biz bu şəkildə hesablamış olduq. Deməli biz bu mövzuda sizinlə atmosfer təzyiqinin ölçülməsi qaydasını öyrəndik. Atmosfer təzyiqinin hansı kəmiyyətlərdən asıllığını da öyrəndik. Bildik ki, temperaturdan asılıdır. Sonra müəyyən rütubətdən asılıdır. Hündürlükdən asılıdır dedik həmçinin. Və biz bu dərsimizdə həmçinin sizinlə öyrəndik ki, atmosfer təzyiqinin düsturu aşağıdakı kimi təyin olunur. Yəni bu düsturdan istifadə edərək biz atmosfer təzyiqini hesablaya bilərik. Həmçinin atmosfer təzyiqinə aid bəzi real həyat nümunələrinə də baxdıq ki, atmosfer təzyiqinin hansı yerlərdə tətbiqi mümkündür və atmosfer təzyiqinə dair bəzi məsələlər həllinə də baxdıq. Növbəti dərsimiz bizdə hidravlik maşın mövzusudur. Gəlin bu mövzu ilə də geniş şəkildə tanış olaq. Yağ emalı zavodlarında toxumdan yağı çıxartmaq, otu, kartonu və faneri hazırlamaq üçün hidravlik maşın adlanan xüsusi qurğudan istifadə olunur. Hidravlik maşın bu cür ağır işin öhdəsindən necə gəlir? Ümumiyyətlə biz bu dərsimizdə hidravlik maşın mövzusu ilə tanış olacaq. Gəlin əvvəlcə Paskal qanununu yadımıza salaq. Paskal qanunu bilirik ki, qapalı qabda maye və qazlar xaricdə edilən təzyiq bütün istiqamətlərdə bərabər ötürülür. Bu şəkildə deymişdik. İşləmə prinsipi Paskal qanununa əsaslanan hidravlik maşınlara hidravlik maşınlar adlanır. Hidravlik maşınlar geniş şəkildə istifadə olunur. Hidravlik maşında biz bilirik ki, əsasən maye ilə işləyir, yalnız maye ilə işləyir. Hava ilə işləmək mümkün deyil. Bizdən soruşulur ki, hidravlik maşında mayeni hava ilə əvəz etmək olarmı? Əslində hidravlik maşınlar hava ilə işləmir. Çünki qaz asanlıqla sıxılır. Bu da enerjinin çox hissəsinin sıxılmaya sərf olunmasına səbəb olur. Hidravlik maşınlar cisimləri presləmək üçün istifadə edildiyindən ona hidravlik pres də deyilir. Hidravlik maşınlar harda istifadə olunur? Yağ emalı zavodlarında toxumdan yağ çıxartmaq məqsədi ilə istifadə olunur. Karton hazırlanmaq üçün istifadə olunur zavodlarda. Çaylar üzərində tikilən bəndlərdə istifadə olunur. Bu şəkildə. Su çənlərində quyudan suyu qaldırmaq məqsədi ilə istifadə olunur. Daha çox istifadə olunur. Nəqliyyat vasitələrində əyləc sistemində istifadə olunur. Yəni əyləc basdığımız zaman hidravlik maşınlardan istifadə olunur. Ağır yükləri qaldırmaq üçün istifadə olunur. Həmçinin bu şəkildə də görə bilərsiniz. Liflərdə istifadə olunur hidravlik maşın. Arteziyan quyularda suyu səthə çıxartmaq məqsədinə istifadə olunur. Nasoslarda istifadə olunur.
Hidravlik maşın müxtəlif sahəli 2 porşendən ibarətdir. Burada porşenlərdə göstərilən qüvvələr onların sahələri ilə düz mütənasibdir. Ona görə də F2, F1, S2, S1 şəklində yazılır. Yəni 2-yə 2, 1-ə 1 uyğun gəlir. Burada F'lər qüvvələrdir, S'lər sahələrdir. Və dedik ki, qüvvələrlə sahələr düz mütənasibdir. Həmçinin hidravlik maşında porşenlərin kütlələri də sahələrlə düz mütənasibdir. Yəni M1, M2 bərabərdir S1 bölünsün S2. Burada M hidravlik maşının porşenlərinin kütlələridir. Kütlələr kiçik və böyük kütlələr hesab olunur. Kiçik porşenin kütləsi M1 götürsək, böyük porşenin sahəsini M2 götürməliyik. Kütlə bilirik skalyar kəmiyyətdir. Düsturda M-lər kütlələr olub. Skalyar kəmiyyətdir. Vahidi kiloqram cihazı tərəzidir. F-lər isə qüvvələr olub. Kiçik və böyük porşenlərə təsir edən qüvvələrdir. Qüvvə vektorial kəmiyyətdir. Vahidi Newton cihazı dinamometrdir. S isə sahədir. Sahələr kiçik və böyük porşenlərin sahələridir. Skalyar kəmiyyətdir. Vahidi kvadrat metr cihazı isə yoxdur. Həmin bu slaytda biz sizinlə cədvəldə həmin düstur keçdiyimiz üsulları qeyd etmişik. Siz bu düsturu da öz dəftərinizdə qeyd edib məsələ həllində istifadə edə bilərsiniz. Keçək digər məsələlərə, bu mövzuya uyğun məsələlərə. Birinci məsələdə bizə deyilir ki, hidravlik maşın verilib, onların sahələri, bir də qüvvəsi, bir qüvvəsi verilib və bizdən soruşulur ki, ikinci qüvvəni hesablayaq. İkinci qüvvəni hesablayarkən biz burada hidravlik maşının qüvvələrlə sahələr arasındakı əlaqəyə götürməliyik. Biz bilirik qüvvələrlə sahələr düz mütənasibdir. İndi biz qüvvələrlə sahələrin nisbətini hesablamalıyıq. Biz bilirik ki, əgər qüvvəni F1 bölünsün F2 şəklində yazıramsa, F1 bölünsün F2 şəklində yazıramsa, sahəni də S1 bölünsün S2 şəklində yazmalıyam. Qiymətlərini yerinə qoysam, F1-in yerinə 100, F2-ni bilmirəm x, S1-in yerinə 0,1, S2-nin yerinə 0,4 yazıram. İxtisar aparıb x-i tapsam, yəni F2-ni tapsam, bu zaman biz alarıq 400. Demək, cavab eləcək 400 Newton. Yəni biz də burada 400 Newton tapmış olduq. Keçək digər məsələyə. Digər məsələdə hidravlik maşında kütləsi 10.000 ton olan Eiffel qülləsi verilmişdir və 5 kiloqram kütləli dovşanı tarazlıqda saxlanması üçün böyük porşenin sahəsi nə qədər olmalıdır? Biz bilirik ki, qüvvələrlə sahələr düz mütənasibdir. Yenə də burada qüvvələrlə sahələrin düsturundan istifadə olunur. Yəni biz burada qüvvələrlə sahələrin düsturundan hesablayacağıq. Gəlin biz bunu ayrı şəkildə sizinlə hesablayaq. Bizdə məsələnin şərtində deyilirdi ki, demək, bizim məsələnin şərtində kütləsi 10.000 ton olan Eiffel qülləsi verilmişdir. Biz burada biz bilirik ki, kütlələrlə sahələr düz mütənasibdir. Sahələri yazmış olsaq, bu şəkildə yazarıq. Yəni bizdə verilir qeyd etmiş olsaq, verilir əvvəlcə qeyd edək. Verilir yazaq. Demək, biz kütlələrdən birini M1, birini M2 qəbul edə bilərik. Tutalım ki, birinci gördüyümüz kütləni 10.000 tonu. Biz kütləni elə bir ki, M1 qəbul edək. Bunu mütləq şəkildə kiloqrama çevirsək, 1000-ə vurmalıyıq. İkinci cismin kütləsi M2-ni 5 kiloqram qəbul edirik. Həmçinin sahələrdən də biri verilmişdir şəkildə 1 metrin kvadratı. Yəni biz burada dovşanın elə bir ki olduğu porşenin sahəsini götürürük. Yəni onda biz burada S1 yazılıb. Sadəcə biz bunu S2 kimi qəbul edəcəyik. Çünki biz dovşanın kütləsini biz M2 kimi qəbul etdiyimizə görə burada S2 yazırıq. Sağ. Bizdən S1-i soruşur. S2 əslində bizə verib 1 metrin kvadratı. Ona görə də 1 metrin kvadratı qeyd edirik. Bizdən S1 soruşulur. Biz bilirik ki, kütlələrlə sahələr düz mütənasibdir. Ona görə də o asıllığı burada qeyd edirik. M1 bölünsün M2 bərabərdir
S1 bölünsün S2 şəklində yazırıq. Qiymətlərini yerinə qoysaq, burada 10 üstü, onun yanında elə bir ki 7 0 var. M2 5 yazırıq. S1'ə 1 yazırıq. S2'yə 1 yazırıq. S1'i bilmədiyimizə görə X yazırıq. Silək. X yazaq. Biz burada X'i tapsaq, həmin rəqəmi 5'ə bölməliyik. 5'ə böldüyümüz zaman 2 milyon cavab alacaq. Demək biz burada S1'i hesabladıq. S1'i hesablayarkən hidravlik maşında kütlələrlə sahələr arasındakı əlaqə düsturundan istifadə etdik və bilirdik ki, kütlələrlə sahələr düz mütənasibdir. Ona görə də bu şəkildə hesablamış olduq. Növbəti məsələdə bizə deyilir ki, hidravlik maşının kiçik porşeninin sahəsi 100 kvadrat santimetr, ona təsir edən qüvvə 80 newtondur. Hidravlik maşının böyük porşeninin sahəsi 1 kvadrat metrdir. Olarsa ona təsir edən qüvvəni tapın. Gəlin verilənləri qeyd edək. İlk gördüyümüz sahə S1 yazaq. S1 yazdığımız zaman 100 kvadrat santimetrdir. Bunu biz metrin kvadratına çevirsək, eləyəcək 0,1 kvadrat metr. Qüvvə verilib. Birinci, yəni bu həmin sahəyə təsir edən qüvvə F1 80 newton. İkinci, yəni böyük porşenin sahəsindən danışırsa S2 bərabərdir 1 kvadrat metr. Bizdə həmin porşenə təsir edən, yəni F2'ni bizdən soruşur. Biz bilirik ki, qüvvələrlə sahələr düz mütənasibdir. Ona görə də yazırıq ki, F1 bölünsün F2 bərabərdir S1 bölünsün S2. Qiymətlərini qoyaq yerinə. F1'in yerinə 80, F2'ni bilmirik, X bərabərdir. S1 bizdə 0,1, S2 1 olsun. Əgər biz X'i tapmış olsaq, bu zaman 80'i 100'də 1'ə bölmüş olarıq. Bu da eləyəcək bizdə 8000. 8000 newton. Bu şəkildə hesablanmış olduq. Keçək digər məsələyə. Digər məsələdə bizdə deyilir ki, pələngi hidravlik maşında 0,7 kiloqram kütləli dovşan tarazlıqda saxlayır. Pələngin kütləsini tapın. Bizə verilib dovşanın kütləsi. Dovşanın kütləsini biz M1 kimi götürək. M1 bərabərdir 0,7 kiloqram. Pələngin kütləsini bizdən soruşur, yəni M2'ni bizdən soruşur. Fikir versə şəkildə S1 ilə S2'ni bizə verib. 7 kvadrat santimetr dediyinə görə biz bunu mütləq şəkildə metrin kvadratına çevirməliyik. Metrin kvadratına çevirsə 0,10 mində 7 kvadrat metr olacaq. S2 bizə verilib 0,28 kvadrat metr. İndi biz bu məsələdə bilirik ki, kütlələrlə sahələr düz mütənasibdir. Yazırıq M1'in M2'yə olan nisbəti, S1'in S2'yə olan nisbəti şəklində yazırıq. Qiymətlərini yerinə qoysaq 0,7, M2'ni bilmirəm, X yazıram. S1'in yerinə 0,10 məxrəcdə 0,28. Hesablamanı aparsaq 0,28'i 0,7'yə vurub 10.000'də 7'yə bölməliyik. Hesablayaq. Cavab 280 kiloqram edəcək. Altı yüzü 80'ə bölsəm, cavab edəcək 75. 680'ə bölsəm, cavab edir 7,5.
Deməli, biz burada 680-ə bölmüş olsa 7,5 kiloqram alarıq. Deməli, biz bu mövzuda hidravlik maşın anlayışı ilə tanış olduq. Bildiniz ki, hidravlik maşın deyəndə biz hansı yerlərdə, hansı tətbiq sahələrində istifadə edirik və öyrəndiniz ki, hidravlik maşında Paskal qanunu əsaslanır. Hidravlik maşınlar adətən sənayenin müxtəlif yerlərində istifadə olunur, bəndlərdə istifadə olunur, dedik, zavodlarda toxumdan yağ əldə etmək üçün istifadə olunur, quyudan su qaldırmaq üçün, ağır yükləri qaldırmaq üçün nasoslarda istifadə olunur. Həmçinin öyrəndiniz ki, hidravlik maşında qüvvələrlə sahələr düz mütənasibdir və həmçinin kütlələrlə də sahələr düz mütənasibdir. Həmçinin bu mövzuya uyğun olaraq bir sıra məsələ nümunələrinə də baxdıq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.